Herkesin her vaxtı xeyir dostlar. Batıb qaldım. İkinci günü səhər açıldı. Düşür aşağı. Ayağımla təmizlədim buraları. Əlimdəki ilə təmizlədim buraları. Görürsünüz, qayçılanır. Yerim çox pisdir. Buna özü aşağı qayçılanır. Buradan çıxmağa çalışacağıq. Biriniz də çıxarım. Bunu taxım yerinə. Biraz da şporun arasına sıvırım ki buzu yusun aparsın. Ona bakın necə buz qalıb arada. Təkər tuta bilmir yeri. Buraları hamısı təmizlədim. Böyle ne olur? Çıxın bir də oralarda saxlayayım o maşınların arkasında. Bura çox pisdir. Videoda görünmür ama dəhşət biz aşağıda. Çıxdıq. Canavar kimi. Onu görürsünüz necə öz aşağıda batdığım yeri görürsünüz. Çapaladım ama çıxdım. Bir də neyniyərəm, bir də qələt edərəm, elə yerə girərəm. Qarda batıb çapaladığım bölüm 2. Hər günümüzdə gülürük Allah, bu nədir? Ağlamalı halımıza da gülürük. Belə. Görüntü budur. Neyse. Bir dənə qapaq şəkli çəkək videomuza. Bir dənə də belə. Hazır. Yolumuza davam. Dostumuz da gəlib. Dostumuz duzluyur. Atandan sonra səni neyinirəm? Bax, gəlmirsən burada duzluyursan. Ünvanı yazırıq. Ünvanı yazırıq deyəndə ki, Amazon proqramına girirəm buradan. Ara MHG 9. Kopyalayıram burada. Burada da yapıştırırıq. Richtung A3 starten. 3 saatlıq yoldur. Bu 2 saat yarım göstərir balaca maşının üçün, amma tır 90'dan yuxarı qalxmadığı üçün hardasa 3 saat 15 dəqiqəlik yoldur. 252 kilometr. Polis gelip burada. Kimse saklayıblar.
Nach 200 Metern auf A3 fahren. Station gefunden. Dem Straßenverlauf von A3 noch 2 Kilometer folgen. Pirçepin üstündən qarlar düşür. Polis görsə ciyərimi dağılacaq. Nova düşür. Nach 600 Metern bei Ausfahrt 18 Mettmann auf B7 fahren. Qabaqdan körpüyə çıxacağıq, qaydacağıq arxaya bu yolla. Die Ausfahrt 18 Mettmann nehmen. Alman avtobanlarında U dönüşü yoxdur. Belə Azərbaycanda var ya, U dönüş eləyirsə. Onlar yoxdur. Azərbaycanda avtoban yoxdur. Ona görə. Avtoban olmadığı üçün U dönüşləri var. Normalda avtobanda U dönüşü olmaz. Nach 200 Metern links auf A3 nach Köln ab. Links auf die Auffahrt A3 abbiegen. Dem Streckenverlauf 219 Kilometer folgen. Ay, yaxşı qutardım ha oradan ha. Gecə inansız yuxuma girmişdi ki, güya yer açılıb, biraz əriyib. Səhər durdum, gördüm ki, ayda, həqiqi əriyib yer. Ay, necə özümə dərd eləmişdim onu. Amma qram da vecimə deyildi də, yəni belə batmaqdır da, yəni batmışam da, burada nə var. Prosta mənə biraz necə deyim sizə, arxada Niva gəlir elə bil. Kamera səhv göstərmirsə Nivadır. O Nivadır özüm elə. Burada Niva nə gəzir ha? Qəşəng. Qoyaq avtopilota 85. Ha, mən onu dərd eləmişdim. Məni o dərd eləmək, yəni elə də vecimə deyildi. Prosta məni dərd eləmək odur ki, qayçılanmağıdır. Yəni batmaqdır da, qar yağıb batacaq, əlbəttə ki. Maşını yellədib çıxadıb, normalda qarda batırsan, yellədirsən, arxa qabaq yellədirsən, çıxırsan. Amma bunun qayçılanmağı, mən düz gedib, arxa təkər bu, mostun təkəri düz gedib o kanala düşməyi, belə ortaya da, bildiniz necə? O ortaya düşməyi, bu orta hər zimekaladıqca orta aparır təkəri. Maşın da istər-istəməz qayçılanır. Qayçılanırsa, все da. Hələ bu tırın elə ən yəni bədbəxt nöqtəsi qayçılanmaqdır. Baxın bu, əyriliyi görsünüz yolda, necə axır o tərəfə. Oradakı təpədə qalxır, belə çox qəribə bir yer idi. Mənim bəxtimdən gedib hara düşmüşəm, özü yüksüz maşın. Heç də yavaş-yavaş çıxaq gedək. Gedək MHG 9-a gedəcəyik. MHG 9-da
gecə elə bir girəcəm də saat 12-də, 1-də girəcəm ora. Almaniya qar yağanda bir dənə gözəlləşir. Bir də tam yaşıllıq olanda, o yayın tam ortası olur ha yaşıllıq. Bir də onda gözəlləşir. Hər yer yaşıllıq olur, ağaclar zətdə. Bir də qar yağanda. Ha istədim ki, oradakı batmağı dəyərləndirim. Dronu qaldırım, biraz çəkim. Sağı solu, nə bilim, nə tər batmışam. Yəni biraz o anı deyim, nəydi onun adı? Dəyərləndirim. Amma elədim, dronu xodladım. Nə qədər elədim, Sivas tuta bilmədim ki, uçurdum, biraz qəşəng görüntülər alındırım, videoya maraq qatım. Buralar təmir eləyirlər. Bunların da təmirləri illərlə gedir. Rusu görürdüm ki, Rus da illərlə gedirdi. Gəldim burada vəbşən bunlar betərdi. İş görən deyildi. Nach 300 Metern den linken Fahrstreifen benutzen, um die Auffahrt Richtung A3 zu nehmen. Den linken Fahrstreifen benutzen, um die Auffahrt Richtung A3 zu nehmen. Dem Streckenverlauf 212 Kilometer folgen. Təzə maşınıma bir xeyirli olsun alaram indi sizdən də. Bu kamera zat, bununla belə şeylərə öyrəşməmişəm. Biraz xamlıq eləyirəm. Bu kamera onsuz da normal göstərmir. Yəni güzgünün yerini heç nə verə bilməz. Ayda üstümdən gör necə qarlar töküldü. Fikir versiniz. Burada radar göstərir, amma radar yoxdur. Yəqin o sağ tərəfdədir. Orada bir dənə niqalkalı maşın gördüm. ...2024'ün maşınıdır. Ən full komplektasiya deyil, amma bir komplektasiya aşağıdır, mən elə fikirləşirəm. Çünki o mişqaları görürsünüz da. Normalda o mişqaların içində işıqları olur. Bir də bu ciblər var. Buradır, sonra oralardır, oradadır, nə bilim, oralarda işıqlar olur onların ətrafında. Orada fərqli işıqlar yanır, amma yoxdur bunda. Nə qədər qurtdaladım, tapa bilmədim. Burada girirsən, içəri, bax, normalda bax, burada olmalıdır, bir dənə əlavə. Bir dənə əlavə burada olur, rəngli işıqlar olur orada. Burada görsənir də, salonun şəklidir, görürsünüz, salon şəklidir. Burada rəngli işıqlar görünür. Amma o yoxdur burada, nə qədər axtarım tapa bilmədim. Ən fullu deyil, bir komplektasiya yəqin ki aşağıdır. Bundan lap aşağılar bu güzgü olmur. Nəydi ona, nə deyirlər buna? Kamera olmur, güzgü olur bir komplektasiyadan aşağı. Onda LED zad olmur da, qabaq faralar da normal lamıçıq olur. Rahatdır, bir geniş maşındır, süperdir. Bu Actros'un nəyə desən dəyər, bu düz tavanı. O belə Iveco'da görmüşdünüz də, belə bir dənə pləkan var idi. O adama zülüm verir. İki sidenkanın arasında pləkan var, hündür belə. Bura xalça zad yığdırırsan, qəşəng görünür. Məndən əvvəl bu maşını bir dənə qız sürürdü. Getdim, açarları aldım, dedim, əvəri bura. Artıq sənin deyil, bənim. O mişqalar da ondan qalıb, o qızdan qalıb. Hətta mənə invertor da verdi, ora qoymuşam.
Voltajı da çoxdur. Mənim özümün inverterim var. Əvvəl Rusa işləyəndə samokatım var idi. Onu şeyə taxmaq üçün. Zərətkiyə taxmaq üçün. Bu ondan da güclüdür. Sağ olsun. Bir dənə inverter verdi, bir dənə zərətka başlığı verdi. Polis getdi, gəlmədi. Maraqlısı odur. Polis məni orada qoydu, getdi. Yaxşı, mən sənə kömək yığmışam ki, mənə kömək elə, sən məni orada atıb gedirsən. Gərək yığardım mən ona, yığardım ki, sapaladım, çıxdım. Neyse. Çıxmışam da. Mənə nə lazımdır oradan çıxmaq? O gəlmirsə, onun vecini deyiləmsə, mənim nə vecim olur? Allah. Elə düz elə 3-cü avtobanla elə axıra qədər davam edəcəyik. 200 kilometr. Aha, qabaqda radar var. Bu radar proqramını soxmuşam bura, bu araya. Görürsünüz, buradadır, gizlətmişəm. Bunu polis zad görsə, cəriməsi var. Gizlətmişəm ki, polis görməsin. Köln, Frankfurt. Alman avtobanlarında sürət limiti yoxdur. Yəni əksərində elədir. Yəni bəzilərində var 130, nə bilim 120, eləsi var 100-dür. Yəni bunların da plakatları belə dəyişir də. Yəni uzaqdan idarə edirlər. Plakatı çevirirlər belə dəyişilir. Azərbaycanda bəzi yerlərdə bəlkə görmüsünüz, o reklam lövhələri olur, belə-belə 3 tərəfli, elə bil çevrilir, başqa bir reklam gəlir. Çevrilir, başqa bir reklam gəlir, bir də çevrilir, başqa reklam. 3 tərəfli reklamlar. Bunların da şeyləri, plakatları çoxu elədir. Yəni uzaqdan idarə edirlər. Məsələn, probka olanda çox yol belə zolağın bir dənə də o tərəfində şey deyirlər, boş zolaq yaradırlar ki, boş zolaq olur ki, orayla gedə biləsən. Qabağıma çıxsa avtobanda göstərərəm. Elə yolları uzaqdan idarə edib açırlar. Həmişə mənə maraqlı olub da. Maşını yaradıb, sürət qoyub buna, spidometr qoyub 250, 300, Porsche'lər var, BMW'lər var. Yaxşı, buna uyğun bir yol yoxdur axı. Amma görürsünüz, Almanlar ona uyğun yol da düzəldiblər, limitsiz. İstədiyin kimi sürə bilirsən. Yəni bu maşını alırsansa, onu istədiyin kimi də sürməlisən də. Çünki sən sport maşını alsan, bunu sürməlisən. Sport maşını da istədiyin kimi sürməlisən. Bax, bayaq dediyim o zolaq budur. Baxın, burada həmişə belə çox avtobanlarda sağ zolaq, bir dənə artıq sağ zolaq olur. Yəni çox avtobanlarda var. Alman avtobanları da elə belə avtobanlar deyil. Dünyanın ən çox avtobanı Almaniyadadır. Yəni hər yerə yolu var, hər yerə. Yan-yana 2 dənə, 3 dənə avtobanlar gedir. Bu avtobanları da elə keyfiyyətdə düzəldirlər ki, məsəl üçün sizə örnek verim. 2-ci Dünya Müharibəsində bu avtobanlar samolyotların enişi, qalxışı üçün istifadə olunub.
Ona görə bu avtobanlar çox keyfiyyətlidir. Yəni tək maşın nəzərdə tutmurlar. Bunu yəni pis momentdə bura vertolyot da düşür. Bura necə deyim, ağır texnika da gedir üstündən. Ağır texnika dediyim, yəni məsəl üçün BTR tank deyirəm. Sonra hava limanı kimi də istifadə edirlər samolyotların enişi, qalxışı üçün. Çünki Almaniyanın dediyim kimi hər yerində avtoban var, hər yeri. Yəni elə yeri yoxdur ki, ora avtoban getməsin. Hamısı da bir-birinə yaxındır, istədikləri kimi də idarə edirlər. Məsəl üçün bayaq deyirdim sizə, bunların da işləri qurtarmır. Yəni bir dənə yolu düzəldirlər, məsəl üçün də bir dənə yolu düzəldirlər. Bu çəkir də 2 il çəkir, 3 il çəkir, yol düzəlib başa çıxmır. Amma keyfiyyətli düzəldirlər. Yəni məsəl üçün Azərbaycanda yol düzəldirlər 3 ay, 4 ay, 5 ay çəkir. O təzədən bir nə bilim 4 il, 5 il gedir, maksimum 10 il gedir. Maksimumda. Amma burada 10 ildən iş bitmir də. Buranın yolları çox dəhşət keyfiyyətdədir. Çox yolu da betondur, beton yoldur. Məsəl üçün bu dəqiqə bura beton yoldur, o bir tərəf asfalt yoldur. Elə yolu var, qırmızı yoldur. Bura 59-a dönür, biz 3-ə girməliyik. Porsche çəkil. Ay Porsche. Qaqaş. Ama sən qoyan deyiləm, bura girəsən ya. Mən özüm girəyəm. Yaxşı oğlan. Gir qaqaş, gir, mən özüm keçim ora. Aferin çocuğum. Kanala yeni gələnlər videoyu like edib kanala abunə olmağı unutmayın ki, belə gözəl videolar qabağınıza yaxşı-yaxşı tez-tez çıxsın. Mənə dəstək olduğunuz üçün təşəkkür edirəm. Məsələn, bu güzgülərin mənfi cəhəti var, müsbət cəhəti var. Yəni, nə bilim, bilmirəm, yaxşıdır ya pisdir. Müsbəti odur ki, məsəl üçün arxa-arxaya verəndə sağa qayçılıyıb girməlisən rampaya. Maşının arxası baxın belə olmalıdır da, belə qayçılıysa, güzgüdə onu görə bilmirsən. Məsəl üçün, güzgüdə bu böyük hissədə maşının qayçılayanda maşının arxasının götünü görmürsən ki, hara gedir. Amma bu güzgüdə o şey yaxşıdır ki, güzgü özü irqilofqa eləyir, maşının arxasını dalınca göstərir. Yəni, nə qədər dönsən, göstərəcək ki, sənə güzgü hara qədər, yəni maşının arxası hara qədər dönüb. O şey yaxşıdır. Bu genişi də çox genişdir, həddindən artıq genişdir. Siz təsəvvür edin ki, güzgün yanında, belə şüşənin yanında bir dənə maşın orada bayaq o tır dayanmışdı ha, mən batdığım yerdə. Orada tırın şeyini görürdüm, içini görürdüm. O nətər dayanmışdısa mən onun içini görə bilirdim. O şey yaxşıdır. Amma gecə görünüşü sıfırdır, yəni gecə heç nə görə bilmirsən. Heç nəyi ayırt edə bilmirsən. Elə həmən şirkətdəyəm, sadəcə maşın dəyişildi. Təzə maşın verdilər. Dedilər, sən bu maşına layiqsən. Yeni ilə yeni maşınla gel. 2 həftəlik istirahətdə idim. Azərbaycana getmişdim. 15 gün yox idim burada. Mən qayıdıb gələr-gəlməz təzə maşın verdilər. Ki, ala, bunu sür. Bunu keçə biləcəyik mi? Ay, qadan alın, bizə yol verəcəksənmi? Yoxsa biz özümüz səni
keçməyə çalışaq. Lüksemburg. Ay Lüksemburg, yavaş yavaş addım gedirsən, ay qadan alın. Siz normal maşınlar sürürdünüz. Sən olub belə sındırıblar. Amerika nömrəsidir bu, hara nömrəsidir? Of, yağmağa başladı özdə, dəhşət, lapa yağır. Hələ buraları az yağır, görürsünüz, heç nə yoxdur burada. Mən o batdığım yerdə, orada qar yox idi. Oranı haçansa da maşın təmizləmişdi, qıraqlarda biraz var idi. O batmamışdan bəlkə bir 3 saat qabaq ora bomboş idi, qar zad yağmırdı. 2-3 saat ərzində necə qar yağdısa, yer doldu bütün. Mənim bəxtimdən elə bir şey yolumu bağladılar. Getməyim. Scania. İsveç, qəşəng İsveç bayrağı zadası, canavar. Slovaksan amma sən. Bir şey çatırıq. Bura MHG 9'a bir şey qalmayıb. Qabaqdakı maşını göstərir bax. Neçə kilometr sürətlə gedir? 80 ilə gedir bu dəqiqə. 27 metr məsafəmiz var. 32 metr, 33 metr, 34 metr yavaş-yavaş uzaqlaşır. Bu maşın biraz özünü sıxı saxlayır ki, o məsafəsi çoxalsın, distansiya çoxalsın. Deyəsən 40 metrdə saxlayır. Əgər yox, 2-dədirsə niyə belə az, bilmədim. Qabağını qar bağladı, qabağında sensor var. O sensoru qar bağladı, все. Avtopilot zad getdi. Nə belə özümüz sürməli olacaq. Bu Frankfurt'un Hilton otelidir. Gəmi formasında. Baxın, bu lövhələrə fikir verdiniz. O lövhələr dəyişilir. O açıq idi bu dəqiqə, yazılar görünürdü. Onu çevirirlər, ora göm-göy şey olur. Düz lövhə olur. Baxın, indi dəqiq sizə göstərəcəm. Görürsünüz, fikir verirsiniz. O lövhələr fırlanır hamısı. Frankfurt'u keçirik. Burada Frankfurt aeroportudur. Burada Frankfurt, məşhur Frankfurt aeroportu. Çatdıq JMHG 9'a 6 kilometr sonra qabaqdan sağa girəcəyik, təzədən fırlanıb düz gedib yenə körpünü keçəndən sonra sağa pirçep dəyişəcəm. Yazılıb da burada, görüm nə yazılıb. Yəqin ki treyleri ora qoyacam, pirçepi ora qoyacam.
İçində yük yoxdur axı. Görək də. Nach 600 Metern am Autobahnkreuz 56 Dreieck-Seligenstädter den rechten Fahrstreifen benutzen, um den Schildern auf A45 Richtung Gießen, Kassel zu folgen. Dem Streckenverlauf 5 Kilometer folgen. Buradan dönəcəyik. Qabağa gedəcəyik. Qabaqdan körpünü keçəndən sonra yenə sağa. O boyda körpüdə dəmirlər uzadı. 2 dənə işləyən var ona bax. Biri məftil bağlayır, o birisi də ona baxır. Ausfahrt B8 Richtung Klein-Ostheim, Karlstein Süd. Qabaqdan sağa dönəcəyik. Kuruqlardan sağa sola. Çatdı şuraya, bir şey qalmadı. 2-3 kilometr. Die Ausfahrt B8 nehmen. Nach 300 Metern im Kreisverkehr erste Ausfahrt nehmen. Buradan sağa. Nach 150 Metern im Kreisverkehr geradeaus fahren. Buradan da düz gedəcəyik. Nach 400 Metern rechts abbiegen auf Ossenheimer Straße. Rechts abbiegen auf Ossenheimer Straße, dann erreichst du das Ziel. Bu Negerlər hamısı Amazon işləyənlərdir. Amazon full Negerdir. Nə qədər reviz istəyir. Ora şlaqbanın girişi. Döyüş paltarlarımızı geyinək. Dəlixana deyir bura, var yoxsa nə? Bura neyim? Nə oldu? Adımızı yazırıq. Firma nömrə.
Deməli 103-də pirçəpi açacağıq, 104-dəkin bağlayacağıq. Kırmızı pirçepimizi götürdük. Davan. İndi gedəcək qapıya. Temeri aldım. Çox vaxt elektron olur. İndi verdilər. Kağız kimi verdilər. Yəqin ki qapıda baxacaqlar. Ona görə kağız kimi verdilər. Amma bu pirçep ağırdır. Çox ağırdır. Bu da 3 dingillidir. Baxın normalda 2 dingillidir. Amazon pirçepləri çoxu. Yəni 95% elədir. 2 dingillidir. Çox redkisi var ki belə İspan şeyin azadı ilə onlar biraz 3 dingilli olur. İspan nömrəsi ilə. Həm də çox yüngül pirçeplərdir. Baxın üstü də adi şəffafdır. Qapısı açıqdır da. Adi şəffaf şüşədir, görürsünüz. Şüşə də deyil, şeydir, belə necə deyim, plastik bir şeydir da, içəri işıq düşsün deyə. Çox yüngül daha çox. Bununla elə tek atsan getmiş kimi bir şeydir də, yəni. Bu da işçidir. Siz de burada kadın sürücüye bakın. Görürsünüz necə şoferlər var, qadın şoferlər. İşləyirlər ərlərin yanında. Əri sürür, o da çox güman o da şoferdir. İkisi də sürürlər. Havada qaralır. Mənə sağ olasın. Sağ olun dostlar, özünüzdən müğayət olun. Gələn videoda görüşərik. Sağ olun, salamat qalın.